sonra buyurun bakaq. Baxaq. Buyurun baxın. Qalxmadı, əl qalxmadı. Bax, bax. Sol ələ bax. Sağ əl durur, sol əl elə özünə döyür. Baxın, sağ əl durur, sol əl elə özünə döyür, bax belə. Fikir verirsiniz. İndi burada bir kadrada baxın. Baxın, bax, birdən deyərsiniz. Burada da baxın, deyərlər, sol əlini tutub, fikir verin, ha, bax. İndi bir kadr göstərəcəm. Burada da sol əlini tutub, sol əli tam hərəkətsizdir. Tutub saxlayıbdır. Baxın. Siz möcüzəyə imza attınız. Ancaq mətbuat bunu heç vaxt eşitmək istəmir. Azərbaycan mətbuatı bunu işıqlandıracaq. Siz böyük lidersiniz. Böyük lider mənim yanımda əyləşir. Mənim sizin üçün Görürsünüz deyələmə, bu kadrda da saatlarla görmüşsünüz, ikisi də hərəkət edir də, az da olsa. Sol əlini qoyub stolun üstünə ağırlandırmaq üçün. Ancaq sağ əlindən burada da üstünə yadına salır ki, sol əli, yəni beyin idarə edə bilmir bədən. Sadəcə çox güclü dərmanlarla onun xəstəliyini müvəqqəti saxlayırlar, qarşısını alırlar. Lakin çox böyük həyəcan, stres vaxtı bu dərmanlar belə təsir edə bilmir İlham Əliyevə. Yad əl sindromu xəstəliyidir. Yad əl sindromu xəstəliyidir. Xəstənin əlində və ayaqlarında qeyri-ixtiyari hərəkətlərin üzə çıxması ilə təzahür edir. Bu sindrom bir çox ağır nevroloji xəstələrin ilkin simptomlarından ola bilər. Məsələn, Alzheimer xəstəliyi və ya da demensiya. Türkçə buna bunama. Adam bunak deyirlər, bunama. Türkçədə buna bunama xəstəliyi deyilir. Yəni, əqli inkişafın geriləməsi, yaddaş və təfəkkürün geri inkişafı ilə nəticələnir. Xəstəlik sağalmazdır və progresivliyə, yəni artırmağa meyilli olur. İlham Əliyev də daha da sürətlə artır. Ölümcül olmasa da iflicə doğru aparır. Bunun qarşısını çox güclü dərmanlarla müvəqqəti saxlamağa çalışırlar, lakin iflic vəziyyətə düşmə anı momentdə olacaq. Hansısa momentdə olacaq. Ani momentdə olacaq. İflic anına düşmə. Ümumilikdə bu növ nevroloji xəstəliklər nəsillikcə ötürülə bilir. Hətta bəzən ailə üzvlərində qeydə alınır ki, buna da səbəb gen mutasiyaları nəticəsində